Hörmətli müəllimlər, yeni video sesiyamızdan sizi salamlayıram. Sesiyanın bugünkü mövzusu tapşırıqların yaradılması və qiymətləndirilməsidir. Biz Blackboard Ultra vasitəsilə kursumuzda tapşırıqları yaradıb, tələbələrlə paylaşıb, tələbələrdən gələn cavablara uyğun şəkildə onları qiymətləndirib və onlara rəy yaza bilərik. Biz tapşırığı ikinci həftə modulunun içərisində mövzu 4 qovluğunun içərisində yaradacağıq. Burada mövzu 4-ün içərisindəki plusun üzərinə klikləyirəm, yaradın seçirəm. Artıq biz qovluq yaratmağı bilirik, sənəd yaratmağı bilirik, keçid yaratmağı bilirik. İndi qiymətləndirmə elementlərinə keçid eləyib tapşırıq yaradacağıq. Tapşırığın üzərinə klikləyirəm. Yeni tapşırıq açılır. Tapşırığın adını yazırıq əvvəlcə. Mövzu 4 ilə bağlı tapşırıq. Adını yazıb, boş bir yerdə kliklədik. Sol düymə ilə mausun sol düyməsi ilə tapşırığın adı yaddaşda qaldı. Tapşırığın təlimatını yazırıq ki, tapşırıq hansı qaydada icra olunacaq. Hər hansı bir əlavə məlumat varsa, bunu təlimatlar hissəsində yazırıq ki, tələbələr rahat şəkildə tapşırığa hansı formatda cavab verdiklərini oxusunlar və həmin təlimata uyğun şəkildə bizim tapşırığımıza cavab versinlər. Tapşırıqla bağlı təlimat. Biz eyni zamanda bu təlimatın içərisinə link də əlavə edə bilərik. Hər hansı bir kiçik fayllar da əlavə edə bilərik. Kiçik bir fayl əlavə edirəm. Bir şəkil əlavə edirəm. Unsplash'dan və ya da kompüterimizdən də əlavə edə bilərik. Fərq eləməz. Seçib növbəti düyməsi. Tələbələr yalnız bu şəklə baxsınlar. Şəklin adını düzəliş eləyirəm. Alternativ mətn varsa burada, mətnə düzəliş eləyə bilərsiniz və yaxud da ümumiyyətlə yazmaya da bilərsiniz mətni və şəkli dekorativ olaraq qeyd edirəm ki, bu yalnız yəni bir məqsədi yoxdur şəklin, sadəcə olaraq görüntü üçün nəzərdə tutulub. Dekorativ olaraq qeyd elədim və yaddaşda saxladım. Şəkil də buraya əlavə olundu. Mətnlə bağlı olan düzəlişlərə bizim mətn redaktorumuz keçən video sesiyamızda bəhs etdiyimiz mətn redaktorundan hansı formatda istifadə etmək olar. Bunun da həmin formatda istifadə edirik. Artıq mətnimizi yaratdıq. Şəklimizi əlavə elədik və yaddaşda saxladıq. Tapşırığın adını yazdıq, təlimatlarını əlavə elədik. İndi tapşırıq barədə parametrlərə baxırıq. Yalnızca bu tapşırığın parametrlərini biz düzəliş eləyəcəyik. Default parametrlər burada qeyd olunub, hansı formatdadır. Dəyişmək üçün bu parametrləri düymənin üzərinə klikləyirik. Tələbələr üçün son tarix qeyd edirik buradakı. Bizim tapşırığımıza cavab vermənin son tarixi həm tələbələr bunu görsünlər, həm onlara bildiriş getsin, həm də son tarixlə bağlı digər parametrlərə də biz düzəliş eləyə bilək. Son tarixi yazırıq. Əgər son tarix yoxdursa, son tarix yoxdur düyməsini klikləyirik. Son tarix olmayacaq. Son tarix varsa əgər, bugün həftənin deyək ki, 4-cü günüdür, bizim növbəti dərsimiz həftənin 2-ci günüdürsə, qeyd edirik tarixi. Saatını qeyd edirik, EM-PM-dən də saatlar. Məsələn üçün, həftənin 2-ci günü, deyək ki, dərsin başlanğıcını qeyd edirik burada təbii ki. Saat, məsələn, 8:30 qeyd edə bilərik. 8:30 səhər vaxtı. Saatı qeyd elədik. Əgər biz gecikmiş təqdim etmələri qəbul ediriksə, düymə passiv saxlanılır. Yox, əgər gecikmiş təqdim etmələri qadağan eləyiriksə, bu tarixdən sonra təqdim etmələrin gəlməyini qadağan ediriksə, qadağan düyməsini yandırırıq burada. Bu bizə köməklik edir ki, tələbələr bu tarix keçəndən sonra təqdim etmə edə bilməsinlər. Əgər bu düymə aktiv deyilsə, tələbələr təqdim etmə eləyə bilirlər, amma bizdə bu gecikmiş təqdim, eyni zamanda tələbələrə də bu gecikmiş təqdim etmə kimi görsənir.
Düyməni buradan ehtiyac varsa aktivləşdirə bilərik. Eyni zamanda son tarixdən sonra biz təqdim etmələrin sayını tələbə üçün tutaq ki, 3 dənə təqdim etmə sayı qoymuşuqsa, tələbə birincisində cavab verdi, bir qiymət aldı, razılaşmadı, ikincidə və cavab verdi, üçüncüdə və cavab verdi. Həmin cəhdlərin sayını son tarixdən sonra edilməsini istəmiriksə, düyməni qadağan etməsini istəyiriksə, düyməni aktivləşdiririk. Sinif söhbətlərinə icazə verin düyməsini aktivləşdirdiyimiz zaman tələbələr həmin bu tapşırığın altında bir-birləri müzakirə apara bilərlər. Təqdim etmə üsullarında onlayn və offlayn təqdim etmələrimiz var. Onlayn təqdim etmə tələbələr bizə bu tapşırığa yalnız Blackboard üzərindən cavab verə bilərlər. Offlayn olduğu təqdirdə isə tələbələr buna bizə bu tapşırığı fiziki kağız daşıyıcı da ola bilər, hər hansı bir disk, drive yaddaşda da ola bilər, fərq etməz. Yəni Blackboardda olmayan versiyaları biz offlayn təqdim etmə formatında yaza bilərik ki, deyək ki, tələbədən məsələn şifahi biz təqdim etməsini şifahi dinlədik. Biz bunu offlayn qeyd edirik. Onlayn olduğu zaman isə tələbələr mütləq şəkildə buna bu tapşırığa deməli Blackboard üzərindən cavab verməlidirlər. Tələbələrə icazə verdiyimiz format burada fayl yükləməsinə icazə veririk, mətn daxil etməsinə icazə veririk. Bunları burada qeyd edirik. Əgər bu qiymətləndirmə formativ olarsa, yəni ümumi qiymətə heç bir təsiri yoxdursa, bu formativ qiymətləndirməni biz burada aktivləşdirməliyik. Yəni aktivləşdirdiyimiz zaman yenə biz buna bal yaza bilərik, amma ümumi qiymətə bunun heç bir aidiyyatı olmayacaq. Qiymətlendirmə və təqdim etmələr barədə qiymət kateqoriyası seçməliyik. Bu isə diqqət etməliyik. Qiymət kateqoriyası nəyə aiddir? Biz qiymət kateqoriyalarını artıq növbəti video sessiyalarımızda yeni qiymət kateqoriyasını, yəni bu siyahıya yeni qiymət kateqoriyalarını əlavə etmək olan hissələrə baxarıq. Bunlar default versiyalardır. Bu nəyə kömək edir bizə? Əgər bizim sillabusumuzda qiymətləndirmə hissəsinin cədvəlində aralıqla yekun imtahan kateqoriyaları var. Biz hamımızda eyni formatdadır, 30-40%. Aktivlik, məsələn, lab quiz burada bizim yaratmış olduğumuz kateqoriyalardır. Hərəsinə 10 vermişik. Bu hər birimizdə fərqli ola bilər. Yəni yerdə qalan bu 30%-i biz hansı kateqoriyalar üzrə bölmüşüksə və həmin yaratmış olduğumuz bu tapşırıq mövzu 4 ilə bağlı olan tapşırıq bu sillabusumuzda əslində hansı qiymətləndirmə kateqoriyasına aiddirsə, həmin qiymətləndirmə kateqoriyasını biz seçməliyik. Məsələn üçün, bu quizə aiddirsə, biz quizi seçməliyik. Laboratoriyaya aiddirsə, labı seçməliyik. Bu, məsələn, quizə aiddirsə, biz buradan kateqoriya hissəsindən quizi seçməliyik. İndi biz quizi əlavə eləməmişik bu kateqoriya hissəsinə. Əlavə etdiyimiz zaman quiz kateqoriyası da burada görsənəcək. Deyək ki, bu tapşırıq kateqoriyasıdır elə. İcazə verilən cəhdlərin sayını qeyd edirik burada. Neçə dənə cəhd ola bilər? Qiymətləndirmə cəhdləri nəyin əsasında olacaq? Son cəhdə görəmi, ilk cəhdə görəmi, bütün cəhdlərə görəmi? Sonra yekun qiymətin hesablanması nəyə görə olacaq? Ən yüksək qiymət, orta qiymət, ən aşağı qiymət, bunları qeyd edirik. İstifadə ediləcək biləcək qiymətlər və ya bal ola bilər, faiz ola bilər. Biz balı seçirik. Buradan ən çox istifadə etdiyimiz bal olacaq. Və maksimum balı da biz qiymət kateqoriyasında, bizə seçdiyimiz qiymət kateqoriyasında, sillabusumuzda maksimum bal nə qədərdirsə, həmin kateqoriyanın maksimum balını da biz bu tapşırığa veririk. Bu nəyə görə biz bunu belə edirik? Gələcəkdə deyəndə biz bilmirik də, əgər planlamışıqsa ki, biz quiz kateqoriyası üzərində tutaq ki, 5 dənə ümumi semestr üzrə 5 ədəd tapşırıq paylaşacağıq. Biz balları burada bölə bilərik. Yox, əgər planlamamışıqsa, tam şəkildə neçə quiz paylaşacağıq. Bu zaman yaxşı olar ki, biz həmin tapşırığın balını, kateqoriya balını, tapşırığın maksimum balını kateqoriya balına bərabərləşdirək ki, say baxımından ortalamasını rahat hesablamaq olsun. Məsələn, gələcəkdə tələbə ilə bağlı nəsə bir sual olarsa, məsələn, 3 dənə
olacaq quizlərin sayı, o 8 dənəmi olacaq, 15 dənəmi, bunu tam bilmədiyimiz üçün ortalamasını məsələn rahat şəkildə çıxara bilək. Ən optimal variant maksimum balın kateqoriya balına bərabər olunmasıdır. Həm tələbə rahat şəkildə öz ortalamasını hesablaya bilər, həm də müəllim hər hansı bir hesabat verdiyi zaman bu ortalama balları ehtiyac yarandığı təqdirdə hesablaya bilir. Tələbə digər parametrlərə ehtiyac varsa, bunlardan istifadə edə bilərsiniz. Qiymətləndirmə təhlükəsizliyi, əgər həmin tapşırığa giriş kodu qoymaq istəyiriksə, giriş kodunu aktivləşdiririk. Buradan bir giriş kodu qoyuruq ki, tələbələr o giriş kodunu yığdıqdan sonra tapşırıq onlar üçün açılsın. Vaxt məhdudiyyəti qoya bilərik ki, tələbə həmin tapşırığı təlimatlara baxandan sonra artıq onun üçün vaxt hesablanacaq və bu vaxt neçə dəqiqə olsun, biz bunu buradan qeyd edə bilərik. Vaxt bitdikdən sonra təqdim etmə qaydasını qeyd edə bilərik. Sonra yenə gələk burada rubrikdən biz hal-hazırda istifadə etmirik. Qiymətləndirmə cədvəlindən adi qiymətdən istifadə edirik və ehtiyac yarandığı təqdirdə tapşırığın təsviri ilə bağlı məlumat burada. Yəni tapşırıqla bağlı qısa bir məlumat da burada əlavə edə bilərik. Təlimat deyil, qısa bir məlumat. Parametrləri düzəliş etdikdən sonra parametrləri yaddaşda saxlayırıq və tapşırığımız artıq hazırdır. Tapşırığın adını yazdıq, təlimatını yazdıq, parametrlərini düzəltdik və tələbələr üçün artıq açıq formaya gətirə bilərik. Tələbələr üçün açıqdır formasını gətiririk. İndi tələbə görünüşünə daxil olacağıq. Bunun üçün yenidən kursumuza qayıdırıq. Kursumuzun əsas məzmun səhifəsinə qayıdırıq. Tələbələr üçün artıq bu aktivdir. Tələbənin ön baxışı düyməsinin üzərinə klikləyirik burada. Tələbə ön baxışına keçid etməyimiz üçün tələbə ön baxışı seçdik. Artıq tələbə kimi biz bu tapşırığa baxacağıq və cavab verəcəyik. Həftə 2-nin içərisində tələbə biz bu tapşırığı paylaşdığımız zaman təqvim hissəsində də bunu görə bilər. Son tarixləri, mövzu 4 ilə bağlı tapşırığa görə ki, son tarix var. Eyni zamanda tələbəyə bildiriş də gəlir ki, müəllim yeni bir məzmun əlavə etdi. Eyni zamanda qiymət jurnalında da görsənir. Tələbədə bu ki, yeni tapşırıq əlavə olunub. Yəni tələbə bundan xəbərdar olur. Sonra eyni zamanda öz hesabında fəaliyyət hissəsində görürük ki, müəllim yeni bir məzmun paylaşdı. İkinci həftənin içərisində tələbə daxil olur. Burada mövzu 4-ün içərisinə daxil ola bilər. Buradan da daxil ola bilər. Dediyim kimi qiymət jurnalında daxil ola bilər birbaşa olaraq və yaxud da təqvimindən də daxil ola bilər. Tapşırığı açır, tapşırığın adını görür. Tapşırıq barədə təfərrüata baxır ki, nə vaxt son tarix, saat neçəyə qədərdir, qiymətlər necədir, cəhdlər necədir, maksimum bal görür ki, 10 baldır. 3 dənə cəhd verib müəllim və cəhdlərə görə ən yüksək qiymət hesablanır və təlimatlara bax düyməsini kliklədikdən sonra əgər bu tapşırığa hər hansı bir vaxt verilibsə, vaxt limiti verilibsə, artıq vaxt limiti tələbə üçün başlayır. Yenə eyni zamanda tələbə burada mövzunun adını görür, sonra tapşırıqla bağlı təlimata baxa bilir burada. Sağ tərəfdə yəni məlumatlara baxır burada, neçə baldır və s. Sonra artıq təqdim etməsini, müəllimin ona icazə verdiyi yazı formatında və fayl yükləmə formatında təqdim etməsini edir. Yəni tapşırığına cavab verə bilir. Tapşırığa burada tələbə mətn formatında da yaza bilər tapşırığa cavabı. Eyni zamanda müəllimə link də göndərə bilər. Bu böyük həzmdə bir fayldırsa, tələbə Microsoft OneDrive-ına yerləşdirir onu, onun linkini müəllimə göndərir. Hər hansı bir linki əlavə edir bura. Həmin linkin məlumatını bura girir, daxil edir OneDrive hesabı vasitəsilə fayl paylaşımı. Bunu qeyd edir burada ki, müəllim də ən azından bilsin ki, bu OneDrive ilə paylaşılıb.
Yəni, bu həmin linkin elə bir görünən hissəsidir. Sonra tələbə buradan fayl da yükləyə bilər, kiçik faylları da yükləyə bilər. Hər hansı bir kiçik fayl varsa, həmin kiçik faylı da bura yükləyə bilər. Buradan eyni zamanda müəyyən məzmunlar da yerləşdirə bilər tələbələr və mətn redaktorundan rahat şəkildə istifadə edə bilərlər. Artıq təqdim etməsini qeyd elədi tələbə və müəllimə bunu təqdim eləyir. Təqdim et düyməsi vasitəsilə müəllimə təqdim eləyir və təqdim etmə uğurlu olur tələbə üçün. Məsələn, indi biz bu tələbə ön baxışından çıxırıq, yaddaşda saxlayırıq ki, müəllim tərəfindən baxanda həmin təqdim etməni görə bilək. Artıq müəllim hesabındayıq. Müəllim hesabında burada qiymət jurnalında artıq bir bildirişimiz var. Buna gələcəkdə bu hissələrə biz baxacağıq. Bir bildiriş var ki, görüləcək işlər hissəsində görünür ki, müəllimə yeni bir təqdim etmə gəlib, qiymətləndirməlidir. Eyni zamanda müəllim bunu təqvim hissəsindən də baxa bilər, eyni zamanda məzmun hissəsindən də daxil olub həmin tapşırığa baxa bilər. Eyni zamanda müəllim əgər bildirişləri aktiv saxlayıbsa, ona bildiriş də gələ bilər, e-mail də gələ bilər ki, yeni təqdim etmə var tələbə tərəfindən. Müəllim həmin deməli tapşırığı açır, öz yazığı təlimata baxır və təqdim etmələrə giriş eləyib, hansı tələbənin təqdim etməsi varsa, Şahverən Kazım preview user var burada, yəni tələbə profili var. Həmin tələbə bir dənə də təqdim etməsi var burada, görsənilir. Digər tələbənin isə bu testing adında tələbə var. Bunun heç bir təqdim etməsi yoxdur. Eyni zamanda müəllim burada tələbə fəaliyyətində izləyə bilər ki, hansı tələbələr ümumiyyətlə tapşırığı açıb və təqdim etməsi var, yoxdur, saylardır və sair məsələləri buradan baxa bilər tələbə fəaliyyətindən. Yalnızca bu tapşırıqla bağlı. Təqdim etmə hissəsində hansı tələbə təqdim etmə eləyibsə, müəllim həmin tələbənin üzərinə klikləyir və onun təqdim etməsi görsənir burada. Eyni zamanda bir neçə tələbə varsa, burada tələbələrin adları burada formatda siyahı şəklində görsənəcək. Müəllim kliklərliksə həmin tələbələrin təqdim etmələri burada görsənəcək. Şahverən Kazımov adında tələbənin burada təqdim etməsi var. Müəllim öz təlimatlarını yenə buradan baxa bilər, xatırlaya bilər. Tələbənin mətn formatında təqdim etməsidir. Link göndərib, linkin üzərinə kliklərikdə müəllim həmin linkə yönləndirilir. Sonra tələbənin göndərdiyi fayldır. Əgər bu Blackboardda asıla biləcək fayldirsə, bu buradan görsənir. Blackboardda asıla bilməyən fayldırsa, müəllim həmin faylı endirə bilir burada düymə vasitəsilə. Müəllim tələbənin təqdim etməsinə baxandan sonra burada rəy hissəsi var. Rəy hissəsinə ona rəy göndərə bilər, ümumi rəy göndərə bilər, cəhd rəy göndərə bilər. Əgər müəllim bu işi qəbul eləmirsə, cəhd rəyi göndərmək daha məqsədə uyğundur ki, tələbə görsün onu və yenidən təqdim etmə eləyə bilsin. Müəllim tələbənin cavabını yoxladıqdan sonra burada onu maksimum bala görə qiymətləndirə bilər. 8 yazdıq, enter seçdik. Tələbə 8 balla qiymətləndirildi, amma tələbəyə qiymət hələ ki gedib çatmayıb. Mütləq şəkildə biz həmin tələbənin qiymətini dərc etməliyik ki, bir rəy də yazaq, ümumi bir rəy. Buraya yazaq ki, müəllim rəy. Müəllim bu tapşırıqlarda tələbəyə rəy verə bilər. Yaddaşda saxlayırıq. Və qiymətləri dərc et seçirik. Bütün qiymətləri dərc seçdik. Artıq bu demək qiymətləndirmə tələbəyə gedib çatır. Və bunu bağlayırıq. Artıq bu tələbə qiymətləndirilib bu tapşırıq üzərindən. Bunu buradan bağla, döndük yenidən deməli məzmun hissəsinə, kursun məzmunu. Yenidən tələbə ön baxışına keçid edirik. Baxaq görək tələbə hansı formatda görür. Artıq tələbədə qiymət jurnalında 1 var burada. Eyni zamanda tələbə öz fəaliyyət hissəsində də bunu görə bilər. Eyni zamanda 3-cü modulun içərisindən həmin tapşırığı tapıb buradan da baxa bilir. Artıq görür ki, tələbə müəllim onu burada qiymətləndirib. Təlimatlara bax seçir.
və müəllimin verdiyi rəyi də eyni zamanda tələbə buradan görə bilir. Ehtiyac varsa tələbə yenidən bu işə cavab verə bilər. İstəyirsə yenidən bu işə cavab, hələ ki 2 dənə cəhdi qalıb. Çıxış seçirik ya yaddaşda saxlayırıq. Artıq tələbə ön baxışından çıxdıq, müəllim ön baxışındayıq. Müəllim qiymət jurnalı hissəsindən mövzu 4 ilə bağlı bir tapşırığın bir tələbənin qiymətləndirməsini artıq burada görə bilir. Görüləcək işi də hal-hazırda müəllimin yoxdur. Video sessiyamızda biz ümumilikdə müəllim hansı formatda tapşırıq yarada bilər, hansı formatda tapşırıq yaradır, təlimatını yazır, tapşırığın parametrlərinə düzəliş eləyir, qiymətləndirməsini eləyir, kateqoriyasını seçir və s. Tələbə ilə paylaşır və tələbə də bu tapşırığa cavab verdikdən sonra müəllim onu hansı formatda qiymətləndirir, tələbə bunu hansı formatda görür, bütün bunlarla biz tanış olduq. Bu sessiyamız bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm.